Ağstafanın Köçvəlili kəndində içməli su layihəsi icra olunub. Nəticədə kəndin 1400-ə yaxın əhalisi fasiləsiz olaraq içməli su ilə təmin olunub. Ətraflı süjetdə. İçməli su çatışmazlığı Ağstafanın ucqar kəndlərindən olan təxminən 300 ailənin yaşadığı Köçvəlilidə sakinlərin ortaq çətinliyi idi. Kənd ərazisindəki 40-a yaxın bulaq tələbatı tam ödəmirdi. Amma çətinlik artıq aradan qaldırılıb. Əvvəllər biz qazma quyulardan istifadə edirdik. O su da tam keyfiyyətsizdir, içmək üçün yararlı deyil. Məcburiyyət qarşısında istifadə edirdik. Çox vaxtdakı məcburi Stansboydan o maşınla su alırdıq. Oradan buraya da ki 40 kilometrdən artıq məsafədir. Həyata keçirilmiş layihə nəticəsində kənddə müasir paylayıcı su şəbəkəsi yaradılmış, fərdi yaşayış evlərinin hər birinə su xətləri çəkilmiş, sayğaclar quraşdırılmış və sakinlərin fasiləsiz içməli su ilə təminatı tam təmin edilmişdir. Kənd əhalisini fasiləsiz olaraq keyfiyyətli su ilə təmin etmək üçün icrasına ötən ilin noyabrından başlanılan layihə artıq başa çatıb. Layihə əsasında kənd ərazisində müxtəlif diametrli 4,5 kilometrdən ibarət su xətləri inşa olunmuşdur. Bundan başqa hər bir fərdi yaşayış evinə 296 ədəd su sayğacları quraşdırılmışdır. Layihə əsasında kənd ərazisində yerləşən nasosxanada kompleks transformator, subartezyan quyusu, 2 ədəd gidrofor nasos əsas və köməkçi olmaq şərtindən və əhalinin su təminatını tam yaxşılaşdırmaq üçün 50 kubmetrlik su çəni inşa olunmuşdur. Bugün bizdə içməli su çəkilib, əhali bütün içməli su ilə təmin olunubdur. Hər bir şəxsin qapısına çəkilib. Su xəttinin çəkilişi ilə əlaqədar qazıntı aparılan küçələr təmir edilib. Alməmməd Nəbiyev, Elmar Qasımov, Elnarə Həsənova, ASTV Xəbər.